Asla, problem orada deyil, problem buradadır. Dərdiyə qoşmuş yox. İşimi görəyə mən heç demirəm sən. Deyirəm ki, problem buradadır da, bura boş-boşuna açma. Sən gəl öz işinlə məşğul ol da, mən bilirəm nə edirəm. Bunlar da hər şey şünassızlar ya sən. Salam usta. Aleyküm salam, hoş gəlmiş, buyurun. Problemi qardaşım. Nə zəng gəlmir, yazıram, heç də getmir, ekran ilişir qalır. Qoy bir dənə ayarlara baxım. Yo usta, məncə ayarlardan elə dalını açmalısan. Bir dənə səbirli ol qardaşım, birinci ayarları yoxlayaq. Yo mən bilirəm, bir iki dəfə başıma gəlib, arxasını aç ki, na. Belə qardaşım problemini bilən idinsə özün həll eləyərdin də. Bura gəlmisənsə səbirli ol, mən həll eləyim. Usta, bunun elə bir burası çox oldu ya, yuxarıdan. Düzəldəcəm onu. Usta, bax, bunun üstündə çox saxlamısan, ha, azaldarsan. O vaxt ki, saçlarımızı biz az saxlayırdılar. Aktuallar evə qarşı get işinlə məşğul ol da. Zəfər, qan dəstəmazı pozur. Həri, pozur xəqani. Pozur. Həri, dəstəmazı pozur, qan çıxdısa, son dəstəmazın batildir. Bir deyən də hamı işinə qarışırsan. Kimdir deyəsən qan dəstəmazı pozur? Hardan oxumusan? Necə yəni qan dəstəmazı pozmur? Mən elə həmişə eşitmişəm ki, deyirlər qan dəstəmazı pozur. Elə məncə də problem pozur. eşitməyindədir də. Sən gələk öyrənəsən, kitablardan öyrənəsən. Eşitmə nə şey olur? Dində də hər şey şünas olub gediblər. 2 dənə kitab oxuyur, deyir ki, bu cür nədir, o cür nədir. Eşitmişəm, nə etmişəm. Qutarın görək də. Sən də hamı işinə baş qoşsun, gəl öz işinlə məşğul ol. Heç bilmir nə işləyir. Vəbşəm sən nə işlə məşğulsan, hə? Ha, nə bilim, nə gəldi?